Bu videoda JavaScript'in temel konseptləri ilə bağlı intervyuda nələrə diqqət etmək lazımdır, onlara baxacağıq. Bir neçə kod nümunəm var. Onları run edib baxacağıq, həm də əlavə olaraq nələrə diqqət etmək lazımdır, onları görəcəyik. İlk mövzular o qədər də qəliz deyildi. Yəni ilk bir videoya baxmısınız yəqin ki. Ona uyğun suallar var. İstəyirsinizsə başlayaq. Deməli, cavab bağlayam. Okay. Belə bir kodumuz var. Bu kod sizə göstərilir və sizdən soruşulur ki, konsolda nə görünəcək? İstəyirsiniz fikirləşin, pauza verin, fikirləşin, ardıca mən videonu açım, davam edək. Okay. Keçək konsola, nəticəyə baxaq. Nəticə yoxdur, çünki bunu çağırmamışıq. Okay. Yenilədik və aldığımız nəticə nədir? Bunu yəqin ki təxmin eləmişdiniz, çünki bu o qədər də qəliz bir şey deyildi. Açıqlamasına gələk, burada görürük ki, A dəyişəni varla yaradılıb, B dəyişəni letlə, C isə constla yaradılıb. Və biz nə öyrənmişdik? Öyrənmişdik ki, varla yaradılan dəyişənlər hoist olunur. Yəni ki, dəyişəni yaratmamışdan əvvəl çağıra bilirik, amma dəyərini oxuya bilmirik. Sadəcə undefined alırıq, amma yəni kod partlamır. Eyni ilə bu formada. Bu bununkidir. İkinciyə gəldik. İkincidə nə demişdik? Let və constla yaradılan dəyişənlərdə hoist olunur, amma undefined qaytarmayacaq. Sizə bu xətanı qaytaracaq. Reference error. Ki, yəni bu dəyişəni yaratmamışdan əvvəl çağıra bilmərsən. Fikir verin, burada B-yə görə kod partladı və kod partladığına görə artıq C-yə gedib çıxmadı. C-ni oxumadı. Baxın, A-nın cavabı, B-nin cavabı, amma C yoxdur. Belə, bu sadə bir sualdır, amma bunu intervyuda soruşurlar. Bunu yəni not eləsəz, qeyd eləsəz, xeyli üzədir. İkinci suala geçək. Belə bir kodumuz var. Buradan da sizdən soruşulan nədir? Konsolda nə görünəcək? Bu da keçdiyimiz mövzu ilə bağlıdır, video ilə bağlıdır. Bunu da istəyirsiniz videonu saxlayın, fikirləşin, sonra davam edək. Okay. Əgər cavabınız hazırdırsa, keçək nəticəyə baxaq. Belə bir nəticə görürük. Yuxarıda 10 və aşağıda deyir ki, Y define olunmayıb. Yəni tapmır onu. Bu nəyə görə belədir? Baxın, biz bir funksiya yaratmışıq. Funksiyanın içində belə baxsaq, bir if blokumuz var. Biz keçən videoda nə öyrəndik? Varla yaradılan dəyişənlər blok skopda işləmir. Yəni ki, bunlar üçün blok yoxdur. Bu blokun içində yaradılsa belə, blokun kənarında, yəni burada onu çağıra bilirik.
Amma LED-lə yaradılanlar blok skopdur və o blokdan xaricdə işləmir. Burada da ona görə yəni x-in dəyəri göründü, çünki varla yaradılıb və y-inki isə görünmür. Çünki burada yəni blokdan kənara çıxmır deyənə, bu blokdan kənara çıxmır deyənə, burada onu tapa bilmir və gəlib burada partlayır. Bu da çox belə soruşulan suallardan biridir. Keçək növbəti suala, bunu yəqin ki görmüsünüz. Keçək bir tərəfə. Belə bir sualdır. Burada deməli sizdən nəyi soruşur? Sizdən bunu soruşur. Konsolda nə görünəcəyini soruşur. İstəyirsiniz yenə bunda fikirləşin. Okay, keçək baxaq cavaba. Nə yazır? True, false, false. Nəyə görə? Baxın, burada A ilə B-nin 2 bərabəri ilə 3 bərabərin fərqini bilməliyik. 2 bərabəri sadəcə dəyəri yoxlayır. 3 bərabəri isə tipini də yoxlayır. Baxın, burada yaratmışıq A və yaratmışıq B. Bunlar dəyər olaraq eynidirlər. Yəni, ikisi də nəticə olaraq 3-dür. Biri bu formada yaradılıb, biri bu formada. Belə. Və biz bunların bərabərliyini yoxlayanda dəyərinin bərabərliyini yoxlayırıq. Baxın, 2 bərabərlik. Cavab nə olur? True. Yəni 3 bərabərdir 3. İkincidə false almışıq. Nəyə görə? A yəni 3-dən bərabərlik B. Baxın, bununla bu eynidir. Sadəcə bərabərliklərdən biri artırılıb. Bu nə deməkdir? Bu o demək ki, artıq tipini də yoxla. Tipini də yoxla və burada tipini də yoxlayanda nə olur? Bunun tipi number olacaq. Amma bu new keyword-nə yaradıldığına görə bu obyekt olacaq. Yadda saxlayın. Bir şeyin qabağında new görəndə o bilin ki obyektdir. Yəni obyekt qaytaracaq. Belə B ilə C-yə gəlsək, burada da eyni şeydir. B yenə obyektdir, tipi obyektdir. Dəyəri 3-dür, amma tipi obyektdir. C-nin isə tipi numberdir, amma dəyəri 3-dür. Ona görə də false verəcək. Çünki tipləri fərqlidir. Sonra baxaq başqa nə var. Aha, bu da çox soruşulan bir şeydir. Bunu bilərsiniz yəqin ki. Və bu, yəni əgər siz intervyuda bu tip bir şeyə düzgün cavab verməyəndə artıq sizin növbəti cavablarınızda çox belə yəni güvənmirlər də. Bir növ artıq yəni güvənləri itir. Ön yargılı olmağa başlayırlar. Ona görə də bu mövzularda çox diqqətli olmaq lazımdır. İstəyirsiniz fikirləşin cavabı, yenə sonra nəticəyə baxaq. Açıram nəticəni. 0, 2, 2. Bu nə deməkdir? Bu nəyə görə belədir? Baxın, number dəyişənini yaratmışıq və onun dəyəri hazırda 0-dır. Və biz konsolda onu yazıb 2 plus əlavə eləmişik. Yəni ki, 2 plusu bir var axıra əlavə eləyəsən, bir var əvvəl əlavə eləyəsən. Axıra əlavə eləyəndə o birinci mövcud dəyəri nədirsə onu göstərir, ondan sonra dəyərini artırır. Əvvəlinə əlavə eləyəndə isə dəyərini artırır, yeni dəyər nədirsə onu göstərir. İndi burada məntiq nədir? İlk başda dəyər 0-dır. Biz konsola bu formada yazanda düzdür, bunun dəyərini artırır, amma bizə köhnə dəyər göstərir. Çünki bu plusları axıra yazmışıq. Baxın, bunun axırına yazmışıq. Ona görə də bu bizə
Düzdür, burada artıq dəyəri 1-dir, amma 0 göstərir bizə. Köhnə dəyər. Gəlir ikinci konsola. İkinci konsolda yenə bu dəyişəni götürürük. Deyirik ki, bunun birinci dəyərini artır, sonra konsolda göstər. Və bu da baxır. Baxır ki, bunun dəyəri nədir? İlk başda 0 idi, gəlib burada dəyəri 1 olub. Yəni 0 yazmağı çaşdırmasın. Dəyəri artıq 1-dir və biz həmin 1 olan dəyəri artırırıq yenə. Yəni 1 artırırıq, olur 2 və 2-ni göstəririk. 3-də isə sadəcə burada dəyişənin cavabını dəyərini görmək istəyirik və o da təbii ki neçədir? 2, yəni artırdıq 2 oldu. Növbəti bir sual baxaq. Burada use strict ilə bağlı bir məsələdir. İstəyirsiniz belə deyək. Bununla bağlı məqaləm olmalı idi. Baxaq. Axtaraq. Okay. Baxın, use strict nədir? Use strict bu məqaləni məncə oxuyun. Use strict nə edir? Elə bil ki, əgər siz bunu yazmayanda JavaScript bəzi koddakı əksikləri tamamlayır. Amma bunu yazanda isə tamamlamır. Misal üçün strict moda aid bəzi qaydalar var. Dəyişəni yaratmamışdan əvvəl ona dəyər vermək istəsəz xəta alacaqsınız. Bu nə deməkdir? Burada age dəyərini yaratmamışsınız. Birbaşa ona elə bil ki, belə bir dəyişən var, siz ona dəyər vermişsiniz. Yəni use strict-də bunu qəbul eləməyəcək. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, yuxarıda bu var, baxın. Bu var. Mən gəlib buna dəyər verirəm. Bu o deməkdir. Amma indi kodda o yoxdur deyənə. Bu belə nəzərə alacaq ki, mən strict modda işləyirəm və bu dəyişən yoxdur. Olmayan bir dəyişənə dəyər vermək yox. Təbii ki, nə deyəcək? Deyəcək ki, yəni belə bir şey yoxdur. Yəni boşuna şey eləmədə, yəni dəyər verməyə çalışma. Strict modu belə deyək. Bunu kodun ən başına yazanda kodun hər yerində işləyir strict mod. Yox, ən başına yazmasanız, gəlib funksiyanın içinə yazsanız, burada işləyəcək. Məqaləni oxuyarsınız. Yəni bu önəmli bir mövzudur. Baxaq bunu. Son bir suala baxaq. Deməli, bunların fərqini soruşdular sizdən. Gəlin konsola yazaq. Okay. Baxın, bu ikisini bu şeyləri yadda saxlayan, bunu soruşurlar. Bunu çox soruşmurlar, amma bunu soruşurlar. Bunu sizə buraxıram, bunu özünüz araşdırın. Əgər tapmasanız, bunu qrupda müzakirə edə bilərik. Bunun dəyəri nəyə görə false qaytardı? Baxın, biz burada bir stringimiz var. String yəni false dəyər deyil də. Qabağına nida qoymaq nədir? O demək ki, bunu əksinə çeviririk. False deyil, true'dur bu. Biz true'nu əksinə çevirəndə
Bunu silək hətta qarışdırmasın. Baxın, bu true bir dəyər idi, yəni boş deyildi. Biz cavabın qabağına nida qoyanda true'nu elədik false. Bir dənə də nida qoyanda təzədən true. Bir dənə də qoyanda false. True, false, true. Yəni bu dünyanın axırına qədər gedəcək də belə. Bir də belə eləyək. Baxın, boş dırnaq isə false bir dəyərdir. Yəni boşluğu false kimi qəbul edir və biz bunun qabağına nida qoyanda artıq true, false-ı true-ya çevirir. Belə qoyanda təzədən false, true, false. Buna diqqət edin. Bunu çox soruşurlar. Kodlardan bu qədər. Dediyim kimi mövzu o qədər də çox şeyə baxmamışıq. Yəni sadə mövzulara baxmışıq və intervyuda bu dediyim sualları qeyd edin. Bunlara yəni soruşurlar. Bir də belə bir sayt var. JavaScript ilə bağlı mənim tövsiyə edəcəyim tək sayt budur. Deyə bilərsiniz şey də var. MDN də var. Bu da var, amma bu daha advanced mövzularla bağlı bir yerdir. Yəni xırda mövzuları buradan öyrənməyin çox da yeri yoxdur. Baxın, buradakı girin bura, girin home və burada ilk mövzulara başdan gedin. Bura yox, section 2-dən başlayın bir-bir getməyə. Baxın, açın hamısını. Çünki bu nədir? Baxaq, number primitive reference menus. Bəzilərinə baxaq hətta. Misal üçün JavaScript ilə bağlı ən təməl şeyləri belə sadə formada göstərir və hər gün baxsaz, yəni xeyri çox olacaq sizə. Yəni bildiyinizi, düşündüyünüz mövzulardan belə görəcəksiniz ki, nələrsə öyrənirsiniz. Misal üçün dəyişənlər, bunu keçmişdik. Yəni burada daha nümunələrlə göstərib. Baxın. Yəni biz keçmişik bunları, amma burada elə şeylər ola bilər ki, sizdə daha da maraqlı fikirlər yarada bilər. Misal üçün baxın, hər şeyi bir-bir göstərir. Neyini burada dəyişən yaradıb, sabit yaradıb və yəni nə tipdə yazılmalıdır. Mən bunu deməmişdim videoda, amma baxın, deyir ki, dəyişənləri, sabitləri əsasən böyük hərflərlə yazmaq lazımdır. Misal üçün bunu demək mənim yadımdan çıxmışdı. Data tipləri, baxın, bunu sadə bir mövzudur, amma önəmlidir. Biz çox girmədik buna. Bunları soruşurlar. Buna çox da ilişmirlər, buna da ilişmirlər. Amma bunların hamısını soruşurlar. Baxın, açın buranı, bir-bir hamısına baxın ki, nə var, nə yox. Çünki JavaScript intervyularında gedib sizdən dərin mövzuları soruşmurlar. İndi gələcəyik həmin hissələrə. Sizdən təməl mövzuları soruşurlar. Siz yəni əgər təməldə idisə, sizin advanced mövzularda nə qədər yaxşı cavab verməyinizin o qədər də mənası qalmır. Misal üçün, açın bu data tiplərini mütləq oxuyun. Bu çox vaxt alır deyə mən buna girə bilmədim. Mən mütləq oxuyun bunu. Baxın, hər data tipi ilə bağlı ayrı bir səhifə yaradıb və nümunələr göstəriblər. Misal üçün, number da yox bu dəqiqə. Yəni, düzdür, belə əzbərləməyə ehtiyac yoxdur. Amma yəni, girib baxsaz, bir göz yaddaşı deyə bir şey vardı, yəni, yadda qalacaq. Primitive reference values, bunu biz baxmışdıq. Biz bunu təməl formada baxdıq. Amma bunun məntiqi stack və heap memoriya gedib çıxır. Bu advanced hissəsidir. Buna da baxacağıq. Sadəcə
keçilən mövzuları açın, buralardan baxın. Başa düşmədiyiniz nə olsa qrupa yazın. Baxaq onlara ətraflı olmadan. Section 2-yə baxın, sonra operatorlar. Operatorlara baxın, amma operatorlarda çıxdı belə riyazi operatorların mənası yoxdur. Bunlar çox önəmlidir, baxın. Sadə olduğuna görə girməmişəm, amma bunu mütləq açın, baxın. Yəni intervyuda çox soruşurlar onu. Baxın. Buna baxdıq deyəsən nümunədə. Amma yəni baxın, hamısını bir-bir yoxlayın ki, nəyə görə belə olanda bunu qaytarır, bunu qaytarır. Yəni bu çox önəmlidir və intervyuda da çox olur. Yəni götürürlər belə, qoyurlar, deyirlər, hə, cavabı de. Başlayırsan cavabını yazmağa və ilişməməyin daha yaxşı olar. Burada da ilişənlər harda ilişir, onu deyim. Bax, bunda ilişirlər. Sonra hansında ilişirlər? Bunda ilişirlər. Bir də bunda ilişirlər. Bunlar da ilişirlər. Yəni bunlara diqqət edin. Çox adam burada çaşır. Misal üçün burada boş dırnaq işarəsi var. Adam baxır, fikirləşir ki, yəni bu boş dırnaq false bir dəyərdir. Qabağına nida qoyanda bu əksinə çevrilir, true olur. Bunu fikirləşir, tapır. Sonra not a number. Bunu da bilir ki, false bir dəyərdir. Qabağına nida qoyanda true olur. Bunun da cavabını tapa bilir. Amma buraya gələndə baxır ki, hə, boş obyekt. Avtomatik baxır ki, bunun içi boşdur. Demək, obyekt olsa belə, demək, bu false bir dəyərdir. Amma halbuki bu false bir dəyər deyil. Bu true bir dəyərdir. Qabağına nida qoyanda false olur. Bunları mütləq yadda saxlamalısınız. Və yəni burada çaşmaq, yəni çox da qəbul olunan bir şey deyil. Baxın, bunun qoşa formada olan da var. Bunları çox soruşurlar. Misal üçün, ən çox soruşulan şeylərdən biri budur. Burada deyirlər ki, konsolda nə yazılacaq? Sənə də vaxt qoyurlar ki, fikirləş, de nə yazılacaq. Əgər sən bunu bilmirsənsə, bu məntiqi operatorları bilmirsənsə, burada ilişirsən. Bu nəyə görə belə boşluq göstərdi? Əgər bunu bilirsinizsə, avtomatik başa düşürsünüz ki, bu necə işləyir? Bu birinci bu hissəyə baxır. Əgər bura true qaytarırsa, bu hissəni oxumağa başlayır. Baxın, boş dırnaq false bir dəyərdir. Amma biz bunu belə eləsək, burada da maraqlı bir məqam çıxır. Baxın, bu halda boş false bir dəyərdir. Amma bunun içinə bir dənə space qoyanda o artıq boş deyil, o doludur. Bu da baxır, demək dolu. Demək, bura true'dur, avtomatik nə edir? Bu hissəni göstərir və bunun əksi də var. Bu hissə false olmasa, növbəti hissəyə keçmir. Baxın, bu dəqiq true'dur, bura keçmir. Yəni, buranı false eləyək. Belə. Və bunu yazında adətən belə sadə yazmırlar. Yazırlar ki, nə bilim, belə bir şey yazırlar. Deyirlər tab. Əgər bu bayaqki mövzudur. Burada artıq sən həm bunun işləməyini bilməlisən, həm də bunun işləməyini bilməlisən. Boş obyekt false yoxsa true, bunu bilməlisən və bu ikisini bilsən, cavabı bilirsən. İkisindən birini bilməsən, artıq yandırırsan orada. Not a number yazsaq, eyni ilə bu formada da soruşurlar. Burada da məntiq nədir, bayaq dedik. Not a number, false bir dəyərdir. Biz onun qabağına nida qoyanda olur true. Və true olanda bu işarə
bu hissəyə keçmir. Yəni bu hissəni göstərir sol tərəfi. Əgər biz bunu belə yazsaq, avtomatik sağ tərəfi göstərəcək. Nəyə görə? Bu iki dənə bu işarənin adı da yadından çıxdı. Bu baxır, əgər sol tərəf truedirsə, onda sağı oxuyur. Bu isə baxır, əgər sol tərəf false-dursa, onda sağı oxuyur. Belə, yəni bu vaxt alan və sadə mövzular əslində sadəcə biraz diqqət tələb edir. Yəni bunlara mütləq baxın. Control flow buradan çox sual vermirlər açığı. Functionlara baxmaq lazımdır. Bunu əslində ayrı bir videoda baxacağıq. Sadəcə istəyirsinizsə baxa bilərsiniz yenə də. Belə, dediyim kimi indiyə qədərki mövzulardan nələrə diqqət eləmək lazımdır, onu göstərdim və bir də onu qeyd edeyim. LinkedIn-də görürəm arada adamlar paylaşır JavaScript-lə bağlı videolar və orada qarışıq kodları göstərirlər ki, bu şeydir, nə bilim, intervyu sualıdır, baxın, öyrənin. Və baxanda görürsən ki, qarışıq kodları yazıb töküb ora. Yəni o tip adamları ümumiyyətlə mən deyərdim ki, izləməyin. Çünki o paylaşan, ümumiyyətlə o tipdə paylaşım eləyən adamlara baxanda birinci girin baxın ki, bu adam kimdir? Yəni real təcrübəsi varmı bu adamın? Misal üçün arada görürəm, misal üçün biri düşüb ortalığa, ancaq belə videolar paylaşır. Maraq üçün girdim ki, baxım bu kimdir belə, təcrübəsi nədir? Baxıram təcrübəsi yoxdur, yəni sıfırdır. Birbaşa, nə bilim, təlimçi olub və təlimçidir, amma işləmir, amma intervyu sualları paylaşır. Yəni ki, nəyə görə deyirəm? Əgər bu adamın bilikləri yerində olsaydı, yəni o intervyu sualları paylaşmaqla qalmazdı da, yəni normal bir intervyu keçib bir şirkətdə işləyərdi. Ona görə dediyim kimi, yəni hər paylaşılan intervyu suallarına inanmayın. Orada yəni paylaşdıqları suallar əksər hallarda intervyulara düşmür. İntervyuda burada göstərdiyim tip sadə amma məntiq tələb edən suallar verilir. Çünki intervyu götürən adama lazım deyil ki, siz o qarışıq kodları biləsiniz. Çünki real işdə sizə o lazım deyil. Real işdə sizə təməlləri bilmək lazımdır. Çünki sizin işdə qarşınıza çıxacaq problemləri yəni bilmirsiniz nə problem çıxacaq. Amma işin təməllərini bilsəz, yəni çıxacaq bütün mövzuları, bütün problemləri həllini tapa biləcəksiniz. Ona görə dediyim kimi bu təməl mövzulara mütləq baxın. Bu intervyu ilə bağlı suallar paylaşdım. Onları araşdırın, atın ChatGPT-yə deyin, sizə oxşar nümunələr suallar versin, axtarın, tapın. Bu formada yəni praktikanızı artırın. Çünki sizə belə bir maraqlı istatistika deyim. İntervyularda kəsilən adamların 60-70%-i bu hissələrdə kəsilir. Çünki çox adam nə edir? İntervyu eləyən adamı çaşdırmaq üçün gedib advanced hissələri öyrənir. Və intervyu eləyən adam da yəni bilir də bunu tuta bilir. Baxır ki, əgər bu adam təməl mövzuları bilməyib, gəlib advanced hissələrdə başlayır, dayanmadan danışırsa, bu o deməkdir ki, bu adam əzbərləyib onu. Ona görə də yəni o formada eləməyin. Siz təməlləri güclü öyrənin. Yəni siz təməllərdə iliksəz, bu problemdir. Amma advanced hissələrdə iliksəz, bu problem deyil. Yəni bu formada düşünün. Ona görə də bu mövzuları çox diqqətlə öyrənin. Belə, əgər bu mövzudan bu qədər, bu videodan.
Suallar olsa buyurub yaza bilərsiniz qrupa. Qrup açıqdır. Belə. Sağ olun, hələlik.